Xoş gördük hər birinizi, hörmətli tamaşaçılar. Hər birinizi salamlayırıq. Əziz məktəblilər, valideynlər, müəllimlər və hörmətli hakimlər, müstəqil ekspertlər. İdman Televiziyasının yeni layihəsi Böyük Tənəffüs efirdədir. Burada məktəblərin iştirakı ilə maraqlı idman mübarizəsinə baxacağıq. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin və İdman Televiziyasının birgə layihəsini təqdim edirik. Xəyalə, gəl vaxtı çox uzatmadan səhnəyə komandalarımızı dəvət edək. Yarışı idarə edəcək Hakimlər Briqadası irəliləyir. Alqışlayaq dostlar! Buyursunlar komandalarımız. Nərmanov rayonu 200 nömrəli məktəb. Yasamal rayonu 158 nömrəli tam orta məktəb. Və sonuncu, yəni üçüncü, Xətai rayonu 245 nömrəli məktəb. Əziz azarkeşlərimiz, səsinizi eşidək. Hər birinizə uğurlar arzu edirik. Bəli, bugün komandalarımız güc, sürət, enerji, birlik uğrunda mübarizə aparacaq. Artıq Absalam komandalarımız yerlərini alır. Biz onları yaşıllar, qırmızılar və ağlar adlandıra bilərik. İndi isə Azərbaycan Respublikasının dövlət himni səslənir. Bəli, möhtəşəm himnimiz indiyə kimi dünyanın bütün yarış meydanlarında səslənib və üç rəngli bayrağımız dalğalanıb. Təbii ki, bizim çempionlarımızın qələbəsi şərəfinə. Bugün də bu zalda gələcəyin çempionları starta çıxırlar. Və Absalam elə vaxt olacaq ki, burada gördüyümüz gənclər, məktəblilər, idmançılar elə Azərbaycanın bayrağını dalğalandıracaq. Əlbəttə, gəlin onları hamılıqla alqışlayaq, hörmətli tamaşaçılar. Bugün mən və həmkarım Xəyalə Quliyeva şagirdlərlə birgə məktəbin sinif otaqları və dəhlizlərindən uzaqlaşacağıq.
Amma Absalam məktəbdən kənara çıxmadan bax elə idman zalında böyük tənəffüsü daha fəal şəkildə dəyərləndirəcəyik. Əlbəttə ki, uşaqlar, sizə bir şey də demək istəyirəm ki, bugün sizə müəllimlər böyük tənəffüsdə qaçmayın deməyəcək. Çünki bura idman zalıdır. İstədiyiniz qədər qaça bilərsiniz. Bəli, bu meydan, bu da siz. Amma bizim dəyərli münsiflər heyətimiz var. Bəli. Buyur Absalam, gəl elə onları da təqdim edək. Müstəqil ekspertlər qrupunda Respublikanın əməkdar mədəniyyət işçisi, bir çox iri layihələrin quruluşçu rejissoru Hikmət Yaqubov var. Dünya və Avropa çempionatı mükafatçısı, İslam həmrəyliyi oyunlarının qalibi Fəridə Əzizova. Azərbaycan televiziyasının solisti Malik Həsənov. Və təbii ki də komandalarımızın çıxışlarını dəyərləndirəcək, onlara öz xallarını verəcək Hakimlər Briqadasını biz görürük. Azərbaycanın əməkdar müəllimi, baş hakim Vəli Musayev. Hüseyin Hüseynov, katib. Bəli, artıq dəyərli qonaqlarımızı təqdim elədik. Mən istərdim ki, azarkeşlərimiz də bir özlərini alqışlasınlar. Bəli, belə başa düşürəm ki, Artıq vaxtı çox uzatmadan vaxtıdır. mən görürəm ki, idman müəllimləri mənə tərəf yaxınlaşır. İdman müəllimi gəlin, buyurun. Siz start vermək istəyirsinizsə, o zaman fitinizi səsləndirmədən əvvəl biz komandalarımızı ilk turla tanış edək. Bəli, burada bugün fərqli oyunlar, estafetlər olacaq. Amma mən istərdim ki, Absalam elə birinci estafet haqqında məlumat verim. Bu estafetimiz kim daha sürətlidir adlanır və bu oyunda komandalar sıra ilə düzülür, artıq düzülüblər. Start verilən kimi məktəbli əlindəki fişkanı ətrafında fırladaraq qaçır və Möhtəşəm. 4 maneənin üstündən tullanaraq son nöqtəyə çatır. Əlindəki fişkanı dirəyə yerləşdirir və konusun ətrafında geriyə dönərək düzünə qayıdıb estafeti ötürür. Və bizim burada müəyyən ləvazimatlarımız var. Demək dostlar, əziz tamaşaçılar, diqqətlə qulaq asaq. Burada 4 maneə var. Burada müxtəlif hündürlükdə 4 konus və fişkaları biz indi görürük. İlk turumuza idman müəllimimizin fiti ilə başlayırıq. Hər iki məktəbli çox sürətlidir. Bəli. Hər iki məktəbli artıq Demək olar ki, bərabər nömrə məktəb. addımlayırlar. geridə qaldı. Aha. 158 nömrəli məktəb irəlidə. Hazırda 158 Qızımız nömrə məktəb çox bəli, çox aktivdir. irəlidə də artdı. Bir maniyəni aşırtdı. 7 nömrə 245. 245 nömrəli məktəbin ikinci şagird gördüm. Sondakı maniyəni aşırtdı. Qaydalara diqqətlə Hələ riayət ki edin. qaydalara riayət edərək ən sürətli olan 158 nömrəli tam orta məktəbdir. Bəli. Görək 200 nömrəli hakimlərimiz nə məktəb deyəcək. geri qalıb. Çox sürətli irəli, başladılar çox sürətli idmançılarımız. Növbəti səhvi gördüyü burada Artıq o 200 cərimə nömrəli kimi qeydə məktəb bəli. alınacaq. Sonuncu maniyədə atlayarkən aşırtdı. İrəliyirlər. 158 nömrəli məktəb irəlidə. 9 nömrəli qızımızı görürük. İrələ, son nöqtə qaçmaq lazımdır. İrələ! Möhtəşəm, gəl, dur! 6 Qaçdı! nömrəli. Möhtəşəm! Qızımız biraz da sürət. 145 nömrəli məktəb. Artıq 5-ci şagird irəliləyir. Fırlan, Növbəti fırlan. komanda yoldaşına. Azarkeşlər fişkasını səsiniz ötürdü. gəlsin. 3-cü, 4-cü maniyədən də Gəl, keçid fırlan, etdi fırlan. və 158 nömrəli məktəbi şagirdi. Çox sürətlidir. Gəl. Afərin. Biraz da irəliləmək lazımdır. Biraz da daha çək. Al, fişka düşdü əlindən. Tələsmədən, diqqətlə. Tamaşaçılarımızı qaydalarla tanış etmək istəyirəm. Qaçarkən idmançı fişkanı öz ətrafında azı 6 dəfə fırlamalıdır. Əks halda səhv qeydə alınacaq. Bəli, geri qaydarkən
iştirakçı sırada gözləyən komanda yoldaşına əlini toxundurandan sonra o hərəkətə başlaya bilər. Və Absalam toxunuş olmadan hərəkət edən iştirakçıya görə komanda cərimə qazanır. Bəli. Sonuncu Mənim qalibimiz kim oldu? iştirakçımız 158 nömrəli komandanın iştirakçısını gördük, sonuncu o yaxınlaşdı. Artıq burada hesablama işləri gedir Absalam. Bəli. Biz ikinci turumuza başlayacağıq, amma mənim xüsusi təşəkkürüm var. Kimə? Mənim yox, bizim. Əlbəttə ki, hər zaman sağlamlığımızın keşiyində duran bizim həkimlərimiz, həkim briqadası buradadır. Onlara xüsusi təşəkkürümüz var. Düzdür, böyük tənəffüsdə təhlükə yoxdur, amma onlar yenə də bugün burada bizlə olacaqlar. Elə isə həkimlərimizi alqışlayaq. Alqışlar, dostlar. Sözü çox uzatmadan ikinci tura keçid almaq istəyirəm, amma birinci Amma- turun qalibləri müəyyənləşməlidir ya yox? Hər birimiz səbirsizliklə gözləyirik. Axı bu üç komandadan hansı qalibdir? Mən sənə deyim də, xüsusi proqram vasitəsilə Bəli. hazırda biz onlar hesablayıblar. Hakimlər Briqadası və mən üzümü tuturam Vəli müəllimə. Vəli müəllim, birinci turun qalibi kimdir? Nəticələri sizdən eşidək. Deməli, ilk turdan sonra 245 saylı həm vaxta və səhvlərin azlığına görə birinci yerdədir. 158 nömrəli məktəb ikinci, 200 nömrəli məktəb lisey kompleksi isə üçüncü yerdə. Alqışlayaq özünüzü. Qərarlar. Təbrik edirik komandalarımızı. Möhtəşəmsiz dostlar, çox möhtəşəmsiz həqiqətən. Bəli. Amma hələ ki ruhdan düşmək olmaz. Çünki qarşıda növbəti yarışlarımız var. Bəli, mən görürəm ki, Asəf müəllim İdman yenidən müəllimi. yaxınlaşır Gəlin Asəf müəllim. mərkəzə. Eyni zamanda Asəf müəllim mənim oxuduğum 312 nömrəli tam orta məktəbin idman müəllimi idi, həm də mənim idman müəllimim idi. Təşəkkür Hər edirəm sizi birimizin burada müəllimidir. görmək, sizinlə eyni bir işdə olmaq mənim üçün çox böyük şərəfdir. Bəli, Buyurun, başlayın. buyurun. Və beləliklə ikinci oyunu, ikinci estafeti mən tamaşaçılarımıza təqdim etmək istəyirəm. Estafetin adı həlqələr boyuncadır. Burada birinci idmançı iki halqanın içindən hərəkət edir. Məsafənin ortasında halqaları yerə qoyub, orta kisəciyi başı üzərinə qoyaraq meydanın əks tərəfinə çatır. Kisəciyi başından götürür və futbol topunu ayaq zərbəsi ilə birbaşa qapıya ötürür. Daha sonra dönərək qaçır meydanın ortasında kisəciyi yerə qoyur və həlqələri götürərək fişkaya tələsir. Biz qızımızı görürük. Bəli, Bəli, o artıq topu qapıya ötürdü. top Möhtəşəm. qapıya daxil oldu. Topu götürərək növbəti komandasına halqanın içinə qoyur və kisəciyi qarşıdakı halqanın içinə qoyaraq iki halqanı da komanda yoldaşına ötürür. Hələ ki 245 nömrəli tam orta məktəbin necə fəal olduğunu görürük. Bəli. 200 nömrəli məktəb də çox möhtəşəmdir, yaxşı şəkildə irəliləyir. Topları hər biri qapıya daxil edə bildi. Eləmək lazımdır, kisəciyi qoyduq, topu irəliyə gətirdik. Diqqət, diqqət. Zərbə və Əhsən. gol! Növbəti. Komanda yoldaşı gələcək. Halqanı birinci, Gəlsin. kisəciyi birinci halqanın içinə qoydu. Və top qapıdan keçdi. Möhtəşəmdir, Afərin. çox möhtəşəm, həqiqətən. Burada biz ləvazimatlardan Absalam basketbol topu, 5 ədəd tündür konus və fişkanı görürük. Bəli. Qaydalarsa qaçarkən iştirakçılar ayaqları halqaların içinə qoyaraq hərəkət etməlidirlər. Aha, qızımız Evet. görək topu vura bildi. Zərbə Afərin. və qol. Əgər kisəciyi başının üstündən düşsə, iştirakçı dayanaraq onu götürməli və hərəkətə davam etməlidir. Əks halda bu cərimə olaraq hesablanacaq. nömrəli məktəb artıq Bəli. 5-ci ya da 6-cı şagirddir ki, irəliləyir. Son hədəfləri qalıb, son 2-3 komanda yoldaşı qalıb ki, onlar da bitirsələr ikinci turu yenidən qalib gələcəklər. Afərin, top daxil Topu götürülür, oldu. topu götürülür. Qızımız gəlir və Götürdü, bəli, topu daxil götürdü. oldu. Qaçdı, qaçdı, qaçdı Qaç, qızım. qaç. Möhtəşəm. Sən elə bir azarkeşlərə bax. Bəli. Çox möhtəşəmdirlər, gəl. həqiqətən. Vur, vur. Afərin, əla.
də onlar qədər həyəcanlıyıq. Mən Absalam. çox həyəcanlıyam bu dəqiqə. Gəl. Qapıya zərbə, Aferin. əla, topu götürdük. Gəl. İlerleyin. Əla. Daha tez, vur. Muhteşem. Topu götürdü, vururuq, əla. Zərbəmiz gol oldu. İlerlemək lazımdı, təbii ki də. Burada biz 245 nömrəli məktəbi görürük. Növbəti komanda yoldaşını ötürdü halqaları, o isə Demək olar ki, hər halqalarla biri birlikdə bərabər addımlayır. hissəyə doğru irəliləyir və səni başı üzərinə qoyub Gəl. konuslardan keçdi. Topu Aferin. halqanın içindən götürdü, qapıya ötürdü və yenidən hissəciyi götürüb Super. halqanın içinə qoydu və Tələs. növbəti iki halqanı isə komanda yoldaşına ötürmüş oldu. İki qız və bir oğlan. Daha tez, mübarizə aparır. tez. Halqanın içinə çıxartdıq, vurduq, əla, topu götürdük. Gəl. Atdıq halqanın içinə, hissəciyi götürüb qaçdıq. Cəlb olmaq lazımdır. Açığı desəm mən artıq favorit komandamı seçmişəm, nə yalan deyim. Bugün onların əslində hər biri qalib tapsalar. Əlbəttə ki. Gəl. Zərbə, gol. Topu götürdük, qaçırıq. Tələs. İlerlemək lazımdır. Asla. Tələsmə. Topu götürdü, atırıq qapıya, əla. Möhtəşəm. Sonuncu komanda yoldaşı qalıb 245 nömrə məktəbi. Bitirdilər. Artıq ikinci turda bitirdi. Qızımız bir top vursun, əhsən. Tələs. Gəl olun. Gəl yerimə gəl. 200 nömrəli məktəbin sonuncu Alqışlar. komandaya. Asla irələ. Halqanın içinə qoyuruq, topu götürdük qapıya. Qapıya birbaşa zərbə, gol, top Allah, götürdük. tələs. Yenidə top götürdük, halqanın içinə qoyuruq. Möhtəşəm. Səni Qaç, götürdük, qaç, qaçırıq qaç, qaç. və sonuncu iştirakçı idi. Halqaları götürdü. Beləliklə 200 nömrəli məktəb də bu turu başa vurmuş oldu. Bəli. Absalam, sanki bu turda onlar daha hirsli idilər. Faiz. Buna heç şübhəm yox idi. Mübarizə 200 nömrəli gərginləşib. məktəbin əzmkarlığını gördük. Təbii ki, hər üç məktəb çox yaxşı idi, amma buna baxmayaraq 245 nömrəli məktəb bu estafetdə çox sürətli idi. Birinci turda Bəli, olduğu kimi. sürət həqiqətən də Görək, hiss olunurdu. hakimlərimiz nə deyəcək? Burada təbii ki də qayda pozuntuları olduğu halda onların xallarından çıxılır cərimə olaraq. Hazırda isə müəllimlərimiz, hakimlər Bəli, öz Bu turda nəticələrini aparır. bəli, bu turda olan ləvazimatları götürürlər. Növbəti tura hazırlaşacağıq. Bəli, əziz tamaşaçılar, göründüyü kimi azərkeşlərin coşqusu ekranlara yansıyır. Möhtəşəm yarış anları görünür. Azərkeşlərin möhtəşəm dəstəyi ilə bu komandalar necə uduzsun axı? Möhtəşəmdir. Ay, ən maraqlı oyun olmuşdu. Ciddiyəm. Hansı komandanı dəstəkləyirsiniz? Məncə MLK ən yaxşı, ən güclü komandadır. Bəli. Amma rəqiblər də güclüdür də, bunda nəzərə alınır. Eybi yox. Hə. Zaman göstərər. Ən maraqlı komandası MLK-dır. Amma dediyimiz kimi hər üç komandanın azərkeşləri komandalarına möhtəşəm dəstək olurlar. Yəni belə komandalar qazanmasın, neynəsin? Bizsə yenidən hakimlərə üzümüzü tutacaq. Görək hakimlər nə deyir. Azərkeşlərimiz maksimum öz dəstəklərini əsirgəməsinlər. Və komandalar artıq müəyyən qeydlərini aparır, fikirləşirlər, məsləhətləşirlər. Növbəti tura hazırlaşırlar. Müəllimlər onlara xüsusi
Hazırlıqlar keçir, verir. tapşırıqlarını verir. Deyirəm bəlkə 200 nömrəli məktəbə keçeyim. Hara Absalam, mən sənə icazə Yox, vermirəm. xəyaləm, mən formamı dəyişirəm. Üzrlü say, mən getmək istəyirəm. Böyük tənəffüsdən sonra sən öz tənəffüsünü edərsən, hələ ki mənə lazımsa. Başım o qədər qarışıb ki oyunlara. Elə bilirəm mən də məktəblilərdən biriyəm. Artıq yarışmaq istəyirəm, onlara köməklik etmək istəyirəm. Efirdən sonra biz öz aramızda məşq Yaxşı. edərik. Hələ ki qal burada. Sən Yaxşı. mənə və tamaşaçılara lazımsan. Və indi əsas mərhələ. Biz axı nəticələri öyrənməliyik. İkinci estafetimizin görək qalibi hansı komandadır və mən bunun üçün müraciət edirəm baş hakim Vəli Musayevə. Buyurun Vəli müəllim, sizdən nəticələri eşidək. Diqqətlə qulaq İkinci asırıq. mərhələdən sonra 194 xalla 245 saylı məktəb ...158 saylı məktəb 185 və MLK 174 xalla 3-cü yerdə gedir. Təbriklər. Təbrik edirik. İkinci turunda qalibi 245 nömrəli tam orta məktəb oldu və beləliklə vaxtı çox uzatmadan keçirik 3-cü tura. 3, 2, 1. Estafetimizin adı basketbol məharətidir. Start işarəsindən sonra birinci iştirakçı əlində basketbol topunu sol tərəfdən geriyə ötürür. Və ikinci idmançı isə topu sağ tərəfdən arxaya ötürür. Bu qayda ilə top sonuncu məktəbliyə verilir. O isə sıradan çıxıb topu yerə vura-vura irəliləyir. Meydanın ortasındakı fişkalardan ikisini götürüb konusun üstünə keçirir. Və onların konusların arası ilə yenə topu yerə vurmadan meydanın əks tərəfinə çatır və burada da indi biz hazırda görəcəyik. Geri dönərək topla birlikdə finişə qaçır. Və estafeti digər komanda yoldaşına ötürür. Bəli. Gəl. İrəliləmək lazımdır. Daha cəld. Qızlarımız yarışır. Çox möhtəşəmdir. Diqqətlə, tələsmədən. Konusuna qoydu. Keçirik. Gəl, fırla. Daha cəld. Möhtəşəm. Həyalə. Tamaşaçılar. Biraz da cəld. Daha tez. Tez. Gəl. Dövrəlirik. Qaçdı. Gəl, Mən görürəm ki, sürət. bu turda 158 Tanım nömrəli var. bir qədər çox Bəli. fəal iştirak edir. Artıq onlar başa düşdü ki, biraz da cəld olmaq Mənə elə gəlir ki, lazımdır. bu turun qalibi 158 nömrəli tam orta məktəb olacaq. İzləyək, sonda biləcəyik əlbəttə ki. Kompakt şəkildə irəliləyirlər və olduqca sürətlidirlər. Absalam deyim ki, bu daha diqqət tələb edən bir Əlbəttə yarışdır. ki. Fikir verirsən, Görünür topu ki- bəli, orada biraz çünki onlar fasilə edirlər. 158 nömrəli məktəb bu tura daha yaxşı hazırlaşır. Gəl. İrəliləmək lazımdır. Bəli. İrəliyək. Daha tez. Qaçırıq. Fırlan. Mən istəyərdim Absalam, qaydalar haqqında da məlumat verək. Basketbol topu soldan sağdan ardıcıl ötürülməlidir və idmançı topu ən azı 8 dəfə çiləməlidir. Bax görürük, çiləyirlər. Finişə çatan iştirakçı isə komanda yoldaşının qarşısına keçərək topu eyni qaydada digərinə ötürməlidir. Komandanın sonuncu iştirakçısı hərəkəti başa çatdırır. Finişdə topu yuxarı qaldıraraq estafeti bitirdiklərini göstərməlidir. Bax, əsas vacib məqamlardan biridir. Bu onların xal itirməyinə səbəb ola bilər. Sonda cərimələr əlbəttə ki, nəzər salınacaq. Biraz göz dəydi 158 nömrəli məktəbə. Gəl. Alqışlayaq dostlar. İrələ. Gəl. Tez.
Qaçmaq lazımdır. Biraz da tez. Dön. Getdi. Tələsmədən. Fikir versən Konusunda Afsal, buyurun. orada hər biri biraz tələsirlər. Ona görə də Bəli. biraz orada 158 nömrəli məktəb hal-hazırda bu turda çox qabaqdadır. Ona görə idman müəllimlərinə fikir versən. Əlindən fürsəti olsa özü də gələr, yəni bu oyunda iştirak eləyər. Qaç, davam elə. Qaldırdı topu bəli. Bax bunu deyirdim. Sonda topu qaldırmaq lazımdır. Və komandalardan bir Hazırda iştirakçı qalıb. 200 nömrəli tam 200 orta nömrəli məktəb. məktəb. Sonuncu iştirakçısı estafeti tamamlayır. Hələ bir iştirakçısı da var. Bəli. Səsiniz gəlsin dostlar. Azarkeşlərimiz səsinizi eşidək. Sonuncudur. Dəstəkləyək dostlar, dəstəkləyirik. Daha sürətli, möhtəşəmsən. Əla. Qaçdın, Fırlan. Qaç. Bəli, əziz izləyicilər, indi isə müstəqil ekspertlərimizdən fikrini öyrənək. Çünki yarışın neytral tərəflərindəndir. Onların da fikri bizim üçün çox önəmlidir. Salam Fəridə xanım. Salam. İstəyərdim yarış haqqında ümumi fikirlərinizi bölüşəsiniz bizlə. Belə yarışların keçirilməsi çox gözəldir təbii ki və görsənir ki, məktəblər də artıq ümumi fiziki hazırlıqları yaxşı səviyyədədir və belə yarışlar təbii ki, uşaqlarda koordinasiyadır, çeviklikdir, diqqətdir, dəqiqlikdir, belə amilləri artırır və bunlar çox gözəldir. Çox sağ olun Malik bəy. Buyurun. Mən də həmkarımın fikri ilə razıyam, ancaq yaxşı təşəbbüsdür. Burada nəzər yetirəndə baxırsan ki, 245 saylı komanda daha aktivdir. Nəzərə çarpanda qırmızılar biraz onlara nisbətən, amma sarılar zəifdir. Gördüyünüz kimi ekspertlərimizin gözündən heç nə qaçmır. Hesab edirəm ki, məktəblər arasında keçirilən bu yarışın çox böyük əhəmiyyəti var. İdmana, bədən tərbiyəsinə, Azərbaycanda idmanın kütləviliyinə daha çox meyl olacaq və məktəb şagirdləri idmanı daha çox sevəcəklər. Biz də müstəqil ekspert kimi izləyirik. Hesab edirəm ki, 245 nömrəli məktəb öndədir. Çox sağ olun. Əziz tamaşaçılar, hörmətli qonaqlar. Böyük tənəffüsün ən vacib anı. Çünki biz indi nəticələri biləcəyik. Azarkeşlərimiz hazırda biraz sakitçilik xahiş edəcəm. Çünki biz indi nəticələri Azarkeşlərimiz dayanmaq istəmirlər. Öz komandalarını dəstəkləyirlər. Mən də dəstəkləyirəm. Bəli. Mən üst tuturam bizim baş hakim Vəli Musayevə. Vəli müəllim, nəticələrimiz hazırdır. Buyurun. Vəli müəllim Nəticələri sizdən hesablayır öyrənək. yəqin ki. Deməli, hörmətli iştirakçılar, məlumat üçün bildirim ki, sizin tez qurtarmağınız önəmli deyil o qədər də. Çünki etdiyiniz səhvlər sizin nəticələrinizə öz təsirini göstərir. Sonuncu mərhələdə 245 saylı məktəb 2 dənə səhv elədi, 158 saylı məktəb isə 0 səhv elədi. Ancaq MLK 9 səhvlə və deməli 284 bal 291-245 saylı məktəbindir hal-hazırda 284-158 nömrəli məktəb və MLK-nın xal sayı isə 259 hesablanıbdır. Buyurun, indi alqışlaya bilərsiniz. Bu Rahatlıqla hələ heç nə dəstəkləyə demək bilərsiniz. deyil. Yəni qarşıda 2 mərhələ var. Uğurlar hamıya.
Asəf müəllim, zəhmət olmasa buyurun, 4-cü turumuzu açıq elan eləyin. Komandalar artıq yerlərində iştirakçılar dayana bilmir. Hamısı qalib olmaq istəyir və əlbəttə ki, sizi gözləyirik. Getdik. Möhtəşəmsiz. Bəli, start verilən kimi idmançı qarşıdakı halqanın içindəki basketbol, futbol və handbol toplarını bir yerdən götürür və 4 metr aralığındakı boş həlqənin içinə qoyur. Sonra qaçaraq fişkaları tərsinə çevirir. İrəlidəki kiçik topu səbətə atır və finişə qaçır. Növbəti iştirakçı isə qaçıb irəlidəki halqanın içindən topları bir dəfəyə götürüb. Onları əvvəlki yerinə, yəni geridəki boş halqanın içinə yerləşdirir. Və biz burada ləvazimatlara nəzər salsaq, 2 halqa, basketbol topu, futbol topu, handbol topu və bir səbət balaca toplar var. və qaydalar. Toplar həlqənin daxilində yerləşdirilməlidir. Oyunçular bu məqama diqqət etməlidir. Kənara çıxan top yenidən yerinə qoymaq və yalnız bundan sonra hərəkəti davam etdirmək olar. Balaca top səbətə düşməsə də idmançı geri qayıda bilər. Amma səbətə düşməyən topa görə komanda bir xalla cərimə olunacaq. Dördüncü oyun daha Top atırıq səbətə, gəlir. keçmədi. Top səbətə düşmədi və səbətdə hazırda bir top var biz görürük. 245 nömrəli məktəbdə isə 3 top var. 158-də 2 top var, bəli. Səbətə düşən toplar elə xalları göstərir. Absalam, bu estafet daha qəliz görünür. Çox qərizdir və biraz Artıq- burada daha da diqqətli olmaq Bəli. lazımdır. Çevik, diqqətli çox vacibdir. Bax, bu ikisinin sintezi komandanın, hansı komandanın qalib olacağını müəyyənləşdirəcək. Yəni, çevirir, sonuncu, onunla çevirdik, gəldik, səbətə atırıq. Möhtəşəm, ay, 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 bax, sonda çıxdı. Keçirik, ay, 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 ay. 245 nömrəli məktəb. İrəliyir, konusları düzəldir. Gəl, gəl. Bəli, topu götürdü, səbətə attı, mükəmməl. Əla. Şunlara söz ola bilməz, hazırda 245 nömrəli məktəbin səbətində 5 handbol. Təəssüflər. Beş Topu top atmaqda var. çətinlik çəkir iştirakçılar. Fişkaları geriyə çevirir. Atırıq, atırıq, atırıq. Ay, 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 ay. Kaç, 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 kaç. Çevir, 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 çevir. Tez, 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 tez. Burada diqqətli ol, tələsmə, tələsmə. Ay, sonra getdi. Möhtəşəm. Diqqətli, əla. Top içindən çıxdı. Diqqətli ol, tələsmə, tələsmə, asta. Əla, getdi. Möhtəşəm. Tələsmə, tələsmə, asta. Şey. Tələs, 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 tələs. 200 nömrəli məktəbin növbəti iştirakçısı. Tələsmə, asta, asta, asta. Qaçırıq, 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 qaçırıq. Xanım iştirakçısı çox sürətlidir. Gəl, gəl. Fişkaları düzəldək. 2, Qaç, qaç. 1 və sonuncu top. Asta at, asta. Əla. Ay, 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 ay. Artıq 4-cü tur da bitdi. Bu turda daha çox çətinlik topu səbətə atmaqdan Bəli, bir müşahidə qədər olundu. çeviklik və diqqət lazımdır. Bax, bu ikisinin sintezi qalibi müəyyənləşdirəcək. Hazırda səbətlərdə 4, 5 və 3 top var. 6 top. İndi görək hakimlərimiz bu Nə oyunun qərar qaydaları verir? çərçivəsində necə hesablayacaqlar xalları. Əsas vacib məqamlardan biri də odur. Yarış öz həyecanı ilə davam edir. Balaca azərkeşlərimizi görürük. Kimi dəstəkləyirik? Kimi dəstəkləyirik? Hansı komandaya dəstəkləyirik? MLK. Və sən? MLK. Da xüsusilə kiməsə dəstəklədiyin biri varmı? Mənim qardaşım da var. Qardaşım burada oynayır. Ha, ona uğur arzulayırıq. Səni dəstəkli hiss eləyir əlbəttə ki.
valideynlərimizi də görürük, onlar da yarışmacılarımızı tək qoymayıblar öz övladlarına və uşaqlara dəstəkdirlər. Fikirlərimizi öyrənək. Mən bütün uşaqlara uğur arzulayıram və İdman TV-yə təşəkkür edirəm ki, belə stimullaşdırıcı yarışlar təşkil edir. Təşəkkür edirəm. Çox sağ olun. Əlbəttə ki, oyun öz həddində, öz dərəcəsində davam edir. Hazırda isə hakimlər növbəti tura keçid etmək üçün 4-cü turun ləvazimatlarını gördüyümüz kimi yığışdırırlar və Və artıq yeni qurğular olacaq burada. Təbii ki də. Biz sonuncu, yəni 5-ci qoşa hərəkət estafetini birazdan izləyəcəyik. Azarkeşlərin dəstəyi komandalarımıza ruh yüksəkliyi verir, həmçinin bizi də həyəcanlandırır və komandalar qədər biz də həyəcanlıyıq. Əziz azarkeşlər, amma indi həlledici məqam deməyim, çünki hələ 4-cü turun nəticələrini öyrənirik, amma ona bu görə da nə etməliyik? nəticələri bilməliyik və Hakimlər üzümüzü briqadasını tuturuq. tuturuq. Bəli, Bəli müəllim. bəli müəllim, Buyurun. sizi Deməli eşidək. 4-cü turdan sonra nəticələr belədir. MLK 353 xal, 158 nömrəli məktəb 377 xal və 245 saylı məktəb 386 xalla. Bu turun qalibi 245 nömrəli tam orta məktəb oldu. Təbriklər dostlar, əlasız, möhtəşəmsiz, Əla. belə də davam edin. Biz söz veririk ki, bu raund udacaq və qalib olacaq. Çempion oladı. Çempion oladı. Və bu tacı bilirik. Amma yenə nəzərə alında uşaqlar, hələ son deyil, bir round da var. Nə olsun ki, mən olsun uduruq da. Uşaqların özünə inamından çox şey bəllidir məncə. Uşaqlar başqa nə danışmaq? Biz qalib olacaq. Qalib deyirlərsə biz artıq nə deyə bilərik? Uşaqlar, Xəyalə xanım, Bəli, eşidirəm. təbriklər deyirik, möhtəşəmdir deyirik, hər şey yaxşıdır deyirik. Dayan, asta get, bəs məni nə gözləmirsən? Növbəti turumuzu başa salmaq lazımdır tamaşaçılarımıza. Kənardan döyüş hər kəsə asan gəlir, amma Əlbəttə. biz istəyirik iştirakçılarımıza biraz da yaxın olaq, onların həyəcanını daha yaxından Eyni zamanda istəyək. mən hər məktəbə yaxınlaşıb komandaların kapitanları ilə danışmaq istəyirəm. 245 nömrəli məktəb komandanın kapitanı kimdir? Adın necə oldu? Əhməd Əlmərdanlı. Necədir komandan? Güvənirsən komandana bu turda? Bilirsən turun mahiyyətini? Möhtəşəm. Əhməd, keçid edirik 158 nömrəli tam orta Kapitan məktəbə. kimdir? Siz. Evdə sizə nə hədiyyə alacaqlar əgər qalib gəlsəz? Nə söz veriblər sizə? Aha. Ancaq məktəbiniz adına ilə qalib gəlmək istəyirsiniz. Nə ağıllı uşaqdır. Hədiyyə istəmir. Burada görürəm çox yaxşı simaları var. Gələcəyin aparıcıları burada var. Kim aparıcı olmaq istəyir? Heç biriniz aparıcı olmaq istəmirsiniz. Niyə aparıcı olmaq istəmirsiniz? Çətindir yəqin işimiz Kim nə ona olmaq görə. istəyir? Kim nə olmaq istəyir? Dövlət qulluqçusu, laf yaxşı, hüquqşünas. Hüquqşünasımız var. Sonra həkim, hakim, kim var burada? Həkimlər. Həkim olmaq istəyir qızımız. Həkim, Əhsən. Vəkil olmaq istəyirsiniz. Nə Gördüm elə gözəl. səni. Sən elə əsl vəkilsən. Bax burada nə topu atırdın, ancaq ona buna sən onu elə, bunu elə, sən topu get oradan götür. Amma komanda şəklində yarışmaq lazımdır. Ona görə də 5-ci tura fokuslanaq və istərdim həmkarım Xəyala ilə birlikdə 5-ci turu tamaşaçılarımıza elə özümüz izah eləyək. Azarkeşlər, səsiniz gəlsin. Biraz da bizi dəstəkləyin. Xəyalə, zəhmət olmasa konusu götür Götürdü. və start fiti ilə bir qız və bir oğlan. Asəf müəllim, sizi eşidə bilmirik. Aha, Asəf müəllim siz olmasın. Zəhmət olmasa böyük elə siz tənəffüsünüz. yüksək səslə bu oyunun qaydalarını bizə başa salın və biz də topu götürürsünüz. Götürdük. Bərk tut, bərk tut. Tutmuşam, Absalam. Mənə güvənə bilərsən, Absalam. Tutmuşam. Aha, bura qoymalıyıq. İşqalın üzərində qoymalıyıq. Gəl, qaç. Hörümçək yerişi. Orada biz O oldu, böyük bitdi. tənəffüs edirik. O Orada oldu, böyük bitdi. tənəffüs getdi, Absalam. Getdi. Qaçdıq. Qaçırıq. Mikrofonlarım Götürdük konusu götürürük. Konusu götür.
Getdik, davam eləyirik. Və konusu komanda yoldaşımızı ötürməliyik burada. Bəli. Bu isə artıq komandaların öhdəçiliyindədir. Biz isə Asəf müəllim, Mikrofonu. keçək öz yerimizə. Siz də gəlin, səsləndirin və növbəti turumuza başlayaq. 5-ci turumuz başlayır. Alqışlar gəlsin azarkeşlər, səsinizi eşidək. Diqqət. 1, 2, 3. Güzel 8 nömrəli məktəb hazırda çox irəlidədir və Rəliyə gəldi. Gəldilər, Hörümçək hörümçək yerişi. Əhsən dostlar. Bizim edəmliklər. Biz burada böyük tənəffüs elədik. Hətta burada belə səhv keçmişdik. 158 nömrəli artıq ikinci İkinci iştirakçılara iştirakçılardır, göndərir. Qaz Hörümçək yerişi. yerişi, gəlin. Əhsən. Möhtəşəm. Qızlarımız çox Qızlarımız mükəmməl. əladır. Halal olsun, həqiqətən çox təbrikdirlər. 158 nömrə biraz geri qalır. Tez. Götür konusu götür. İlerle. Gel, Tez. Davam eləyək. Qaçaq. Qaçın. Konusu gətirin. Getdi. Hə vəkil. Tez. Davam eləyirik. Davam. 245 nömrəli məktəb bir qədər geridədir, amma buna baxmayaraq çox istəklidilər. Konusu arxada qaldı. Gəl. Gəl. Daha tez. Möhtəşəm. İlerleyirik. Yeri. Sürət, biraz sürət. Tez. Vurdular, dağıtdılar Absalam. Heç nə olmaz. Əsas odur tez ilerləsinlər, amma təbii ki də indi hakimlərin gözündən qaçmıyor Bəli. yəqin ki bu maneəni dağıtmaq. Gəl. Dostum, tez. İlerleyirik. Konusu götürdük. Qaçırıq. Bəli. Deyərdim ən gülməli. 158 nömrəli məktəb bu turu daha tez bitirdi. Bəli. Bu qədər 145 çeviklik. nömrəli məktəbsə ikinci idi. Təbii ki də burada eyni zamanda qaydalara düzgün şəkildə Bəli. riayət etmək lazımdır. Alqışlayırıq. Alqışlar, dostlar. Dəstəkləyək. Salamlar. Necə gedir? Hansı komandaya dəstəyi? 245. Razısınız? 245 Bəli, komanda. 2 dənə qaliblərimiz var. Amma nəzərə alın ki, digər komandalarında azarkeşləri kifayət qədər səslərini eşidirə bilirlər. Biz də eşidirə bilirik. İnanırıq. Başqa dəstək olan komandamızın ən gəmlərini arzudursunuz. İnşallah birinci olarıq. Olacaq da. Görürsünüz, belə inamlı azarkeşlərin komandaları əlbəttə ki birinci olacaq, heç şübhəsiz. Biz indi 5-ci turun estafetimizin nəticələrini biləcəyik. Bilirəm ki, ekran qarşısında bizi izləyən hər kəs səbirsizlənir və burada bizimlə olan elə iki biz daxildə. Bəli. Həyecanlıyıq. Çox həyecanlıyıq. Çünki biz qalib komandamızı elan etmək istəyirik, amma ilk növbədə bizim Vəli müəllim, Hakimlər Briqadasının Vəli Musayev. Baş hakimi Vəli Musayev. 5-ci estafetin nəticələrini sizdən Sonuncu eşidək. estafetin nəticələri belədir. 200 saylı məktəb 98 balla qiymətləndirilib. 245 saylı məktəb 99 və 158 saylı məktəb 100 balla qiymətləndirilmiş. Alqışlayaq özümüzü. Alqışlayırıq. Təbriklər. Möhtəşəmsiz dostlar. Hər kəs zəhmət olmasa yerinə. Azarkeşlər, zəhmət olmasa gözləyək. Komandalar öz yerlərinə keçsinlər, çünki hələ bitməyib. Bəli. Ümumilikdə yarışın qalibini açıqlayıram. Biraz bəlkə gözləyək, həyecanlandıraq. Hələ ki öz yerlərini tutsunlar. Sevinclərini onlara dəstəyə gələn Diqqət, dostlar dostlar. ilə bölüşdülər və Absalam. ümumilikdə bugünkü yarışın qalibini açıq elan edirəm. 483 xalla 245 nömrəli tam orta məktəb. Dostlar, ikinci yerin qalibi
472 xalla 158 nömrəli məktəb. Və ondan bir neçə xal geridə olan Gültəkin Əskərov adına məktəb lisey kompleksi 449 xal yığdı. Təbriklər. Bugün burada məğlub olan komanda olmadı. Əlbəttə ki, şagirdlər nə istəyir? Hər Böyük biriniz tənəffüs. burada qalib şəkildə böyük təcrübə ilə ayrılırlar. Şagirdlərimiz həm də böyük tənəffüsü sözün əsl mənasında çox yaxşı keçirdilər. Bəli, kim deyir ki, böyük Özü də tənəffüs sakit tənəffüsün ən olmalıdır. böyüyünü keçirdilər ha. Bir dərs saatı, yəni 45 dəqiqə keçirdilər. Məktəblərin idman yarışı böyük tənəffüsdə 27 məktəb yarışır və bu buraxılışda 3 komanda yarışdı. Bu turun qalibi 245 nömrəli məktəb oldu. Bəli. Yarım finala vəsqə qazandı. 3 komanda, hər biriniz bu layihəyə, bugünkü estafetlərə bir rəng qatdınız. Doğrudan da əməyiniz, zəhmətiniz danılmazdı. Hakimlərin, idman müəllimlərimizin zəhmətini dana bilmərik. Onlar da o qədər Bəli. diqqətlə, peşəkarlıqla, Ədalətli məsuliyyətlə, şəkildə. Bəli, ən əsası Ədalətli ədalətli şəkildə. şəkildə. Həkimlərimizə təşəkkürümüzü bildiririk. Düzdür, komandalarımızın iştirakçıları özlərini çox yaxşı apardılar. Heç həkimlərimizə ehtiyac olmadı, amma yenə də təhlükəsizlik baxımından burada idilər. Hakimlərimizə təşəkkürümüz var Hakimlərimizi təşəkkür edirik. və əlbəttə ki, müstəqil ekspertlərimiz. Onlara da təşəkkürümüz Təşəkkür edirik sonsuzdur. hər birinə. Bəli, mən bir daha Respublikanın əməkdar mədəniyyət işçisi Hikmət Yaqubov. Ürəkdən alqışlayaq, zəhmət olmasa. və Taekwondo idman növü üzrə Dünya və Avropa çempionatı mükafatçısı, İslam Həmrəyliyi oyunlarının qalibi, qızlarımızın baxıb nümunə götürdüyü Fəridə xanım Əzizova və əlbəttə ki, Azərbaycan televiziyasının solisti Malik Həsənov. Hər birinizə təşəkkür edirik. Və əlbəttə ki, siz əziz tamaşaçılar, İdman televiziyasında, Doğma kanalımızda siz yalnız mənim dəyərli həmkarım Absalam Həşimli ilə məni görürsünüz, amma bizim burada gözlə hazırda görmədiyiniz böyük bir komandamız var. Peşəkar komandamıza səmimi qəlbdən bir alqışlar gəlsin. Və əlbəttə ki, təşəkkürlərimiz bitmir. Çünki Azərbaycan telemekanında 80-ci, 90-cı illərdən sonra ilk belə layiqli bir Məktəblərin idman yarışı layihəni ərsəyə başlıqdır. gətirdik. Və Bəli. biz Elm və Təhsil Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Doğma kanalımız İdman O TV-yə televiziyasına. sonsuz təşəkkürlər bildiririk. Dostlar, növbəti buraxılışımızda yeni gənclər, yeni nəfəs, yeni məktəblilər və fərqli komandayla qarşınızda olacağıq. Sağ olun, salamat Sağlıqla qalın. qalın.